Azərbaycan dayanıqlı inkişaf məqsədlərinin icrası istiqamətində artıq 4 dəfə könüllü milli hesabat təqdim edib. Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli siyasi forumu bu hesabatları 2017, 2019, 2021 və 2024-cü illərdə qəbul edib. İqtisadiyyat Nazirliyinin sektor müdiri Pərvin Xasiyeva bildirib ki, bununla da Azərbaycan Dünya üzrə təşkilata 4 könüllü milli hesabat təqdim edən 5 ölkədən birinə çevrilib. Regionda və MDB məkanında isə yeganə ölkədir. 4-cü könüllü milli hesabatda 2021-24-cü illərdə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin icrası istiqamətində görülmüş işlər, MENA fəaliyyətinə dair milli dayanıqlı inkişaf məqsədi 18-ci dim, dimlərin icrasında tərəfdaşlığın gücləndirilməsi, COP29 və dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirmə mexanizmləri və tematik məqsədlər üzrə irəliləyişlər öz əksini tapmışdır. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin könüllü milli hesabatların hazırlanmasına həsr olunmuş 2025-ci il üzrə nəşrində Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin icrasının maliyyələşdirilməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə olunub. Ölkəmiz dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində yerli resurslardan istifadə edib. Bu zaman potensial maliyyə boşluqlarının aradan qaldırılması məqsədi ilə inteqrə edilmiş milli maliyyələşdirmə sənədindən və dayanıqlı inkişaf məqsədlərinin investor xəritəsindən istifadə edib. İnvestor xəritəsi milli prioritet sektor kimi 4 sahəni, infrastruktur, bərpa olunan resurslar və alternativ enerji, qida, içki və turizm xidmətlərini xüsusi olaraq seçmişdir. DİM İnvestor xəritəsi BMT-nin qlobal DİM investisiya platformasında yerləşdirilmişdir. Bununla yanaşı dayanıqlı inkişaf məqsədlərini uyğunlaşdırması məqsədi ilə müxtəlif dövlət xərcləri kateqoriyaları üzrə büdcə xərclərinə dair hesablamalar aparılıb. 2022-ci il üzrə dövlət büdcəsinin dayanıqlı inkişaf məqsədləri ilə əlaqələndirilməsi nəticəsində konsolidasiya olunmuş büdcə xərclərinin 82,3%-i milli dimlərin məqsəd və hədəfləri ilə uyğunlaşdırılıb. Bu da həmin il üzrə ümumi daxili məhsulun təxminən 23%-ni təşkil edib. Hesabatda orta müddətli xərclər çərçivəsində kənd təsərrüfatı, təhsil və ətraf mühit sahələrində xüsusi planların hazırlanması müsbət qiymətləndirilib. Həmçinin yaşıl maliyyənin təşviqi üçün ətraf mühit, sosial və idarəçilik prinsiplərinin tətbiqinə də yüksək qiymət verilib.